Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. Mətnimizə keçid edək. Jupiter is the biggest planet in our solar system. Jupiter Günəş sistemimizdəki ən böyük planetdir. It's made of gas, mostly hydrogen and helium. O əsasən qaz, hidrogen və heliumdan ibarətdir. It has a very strong wind and big storms. Onun çox güclü külək və böyük tufanları var. The most famous storm on Jupiter is called the Great Red Spot and it is larger than the Earth. Demək, Jupiterdəki ən məşhur fırtına Böyük Qırmızı Ləkə adlanır və o yerdən daha böyükdür. Jupiter has more than 70 moons. Jupiterin 70-dən çox peyki var. The four largest moons are Io, Europa, Ganymede and Callisto. 4 ən böyük peyki isə Io, Avropa, Ganymede və Callisto'dur. Ganymede is the biggest moon in the solar system. Ganymede Günəş sistemindəki ən böyük peykdir. Jupiter is very far from the sun, so it is a cold planet. Jupiter Günəşdən çox uzaqdadır, ona görə də soyuq bir planetdir. It is far from the sun and takes almost 12 Earth years for Jupiter to go around the sun once. O Günəşdən uzaqdır və Jupiterin Günəş ətrafında bir dəfə dövr etməsi təxminən 12 yer ili çəkir. Even though it is far away, we can sometimes see it in the sky without a telescope. Demək, baxmayaraq ki, uzaqdadır, bəzən gecə səmasında biz teleskopsuz şəkildə onu görə bilirik. Mətnimizlə bağlı ilk sualımızda which of the following questions does not the passage answer? Verilən suallardan hansının mətndə cavabı yoxdur deyir. Birinci sualımızda what is the Great Red Spot? Yəni qırmızı böyük ləkə nədir? Bu ləkə haqqında məlumat mətnimizdə qeyd olunmuşdu. O yerdən daha böyük olduğu və ən məşhur bir fırtınanın qırmızı ləkə adlandığı haqqında məlumat verilib. Daha sonra can we see Jupiter from Earth? Biz yer kürəsindən Jupiteri görə bilirikmi? Bəzən teleskop vasitəsilə, teleskopsuz daha doğrusu görə bilirik. Yəni mətnin ən sonunda qeyd olunub məlumatımız. What is Jupiter made of? Jupiter nədən ibarətdir? İbarət olduğu qaz, hidrogen və helium deyə qeyd olunmuşdu mətndə. How many moons does Jupiter have? Neçə dənə peyki var? Burada 70-dən çox peyk olduğu haqqında məlumat verilib. What is the hottest planet in our solar system from the Earth? Yer kürəsindən, yəni Günəş sistemində ən isti planet hansıdır? Düzgün cavabımız Y variantında verilmişdir ki, bu sualın mətndə cavabı yoxdur. Çünki Jupiter haqqında danışır və o da soyuq bir planet olduğu qeyd olunur. Ən isti planet haqqında məlumat verilməyib. Qeyd etdiyimiz kimi mətnə əsasən doğru cavab Y variantı götürülmüş olur.